Mehriban ve bağışlayan olan Allah'ın adıyla mən Sahib Mehdiyev, Şəmkir rayonu Könüllü İctimai Nəzarət Təşkilatının sədri olaraq bugün demək ki, yanvar ayının 18-i 2025-ci ildə Sumqayıt şəhərində Azərbaycan Respublikasının Könüllü İctimai Nəzarət İctimai Birliyinin tədbirində iştirak edirəm. O nöqteyi nəzərdən təşəkkür edirəm İctimai Birliyimizin sədri Təyyar müəllim və sədrin birinci müavini Sumqayıt Təşkilatının sədri Şəhriyar müəllim və burada iştirak edən hər bir sədrlərə, hər bir nəzarətçilərə təşəkkür edirəm ki, bu İctimai Birliyimizdə fəal və aktiv indiyə qədər iştirak ediblər. İndən belə də Allahın köməyi ilə inşallah birliyimizin inkişafı üçün çalışarıq ki, daha aktiv olaq, daha yaxşı olaq. Demək ki, Allah qoysa, başqa rayonlarda da bu tədbirlərimiz olar. Ümumiyyətlə, bizim hörmətli prezidentimizin təşəbbüsünə qoşularaq bu Könüllü İctimai Nəzarət İctimai Birliyin yaradılması və burada fəaliyyət göstərməyimiz həm dövlət üçün, həm xalqımız üçün, həm şəhid ailələr üçün, həm qazilər üçün çox bəyənilən gözəl bir birlikdir, gözəl təşəbbüsdür. Ona görə də mən Allahdan arzu edirəm ki, bu İctimai Birliyimizin ömrü uzun olsun. Burada çalışan sədrlər, sədr müavinləri, idarə heyətinin üzvləri, İctimai nəzarətçiləri hamısını Allahdan can sağlığı, uzun ömür arzu edirəm. İnşallah.